Merhaba, salam olsun MGT TV izləyicilərinə və salam olsun Mustafa bəy sizə. Əziz və böyük Türk millətim. Qarşıda Türkiyə Cumhuriyyətimizə iki böyük təhlükə var. Daha doğrusu çoxdur, amma əsas iki böyük təhlükə deyirəm. Birincisi, bugünkü şərtlərlə görə deyirəm. İşdən DEM Parti olmaq şərti ilə bütün Türkün düşmənləri olaraq Türkiyə Cumhuriyyətinə işdən meydan oxuyurlar. Bu bir. Bunu yəqin ki, Türkiyə Cumhuriyyətinin istihbaratı və üst qatı özü yaxşı bilir, nə oyunlar gedir. İkinci bir şərt, əsas ən böyük təhlükələrdən biri, Avropa Birliyi bildiyiniz kimi, Amerika Trump administrasiyası NATO güvənliyini çəkdikdən sonra özlərinin savunması üçün böyük bir təhlükədədirlər və bunlarda heç bir ordu yoxdur və orduları da yığa bilmirlər. Ukraynada özlərinin qorunması üçün Ukraynaya dəstək etsinlər. Evet, bunlarda para var, ancaq ordu deyilən bir şey yoxdur. Son günlərdə Türkiyə Cumhuriyyətinin, Türk Silahlı Qüvvətlərinin medialarda belə övmələri, tərifləməkləri və tərifə layiqdir doğrudan da Türk Silahlı Qüvvətləri. Ancaq Polonyanın başbakanının gəlib Sayın Cumhurbaşkanı Erdoğan'la görüşməsi, onun kimi Sayın Hakan Fidanı, Dışişleri Bakanını Ukrayna üçün Avropada yığılan toplantıya dəvət edilməsi, baxın, burada böyük bir tuzaq var. Avropalılar Ukraynaya girmək istəmir, nə də ölmək istəmirlər. Türkiyə Cumhuriyyətimizdən son zamanlar sülh güvəyçini yaradaraq, təriflər verərək Türkiyə Silahlı Qüvvələrini Ukraynaya soxmaq istəyirlər. Və buna da Türkiyə Cumhuriyyəti heç cürə razı olmamalıdır və getməməlidir, heç bir şərtlər daxilində. Çünki artıq 20-30 ildən çoxdur ki, Avropalılar biz Türkləri, Türkiyə Cumhuriyyətinin daha doğrusu qapını kapatmışdılar, qapını kənara atmışdılar və hər dəfə də aşağılayırdılar. İndi bir gün sıxışmışlar və öz güvənliklərini qorumaq üçün, özləri savaşmamaq üçün, ölməmək üçün Türk Silahlı Qüvvətlərini Ukraynaya yönəltmək istəyirlər. İndi nəyin bazarlığında onu qarşıda gələn vaxtlarda görsənəcəkdir. Buna Türkiyə Cumhuriyyəti heç süre getməməlidir. İkinci bir təhlükə Suriyada həm Türkmen qardaşlarımıza görə, həm Türkiyənin həm içdən, həm dışdan gələn təhlükəyə görə Suriya tərəfdən. Həmən Suriya Cumhuriyyətində Türkiyə hərbi üslərini qurmalıdır, bazalarını qurmalıdır. Həm hava qorunması tərəfdən bazalarını, F-16'larını, hava qüvvələrini və həm də kara qüvvələrinin özel hərəkətlərini qurmalıdır. Çünki Kərkükün 70 km kənarında İngiliz üsləri qurulur artıq. Daha doğrusu artıq qurulur. Və orada baş verən PKK, YPG, İŞİD, Əl-Qaida, Əl-Nüsrə və digərlərində hər kəs görür orada nə oyunlar gedir. Və Suriyada heç vaxt sakitçilik olmayacaq. Bunun üçün Türkmen qardaşlarımızı, Türk millətini, 5,5 milyon Türkmen qardaşlarımızı da təhlükəsizliyini qorumaq üçün, savunmaq üçün Suriyada Türkiyə Cumhuriyyəti həmən 2-3 yerdə üstünü qurmalıdır və o Jolani ilə də danışığa gedib qanuna mindirilməlidir bu üslər. Allah'a emanet olun.